tamamilə yeni bir tarixin yeni bir döneminin başlandığını görürük, hiss edirik və bu dönem həm də türklərin yaşadığı böyük bir coğrafiyada baş verir. Bu Azərbaycanda, Kafkasyada, Anadolu'da, Orta Asiyada yeni bir nəfəsin gəldiyini, tariximizin yeni bir dönəmə keçdiyini hər birimiz çox gözəl anlayırıq. Türkiyə ilə birlikdə, Özbəkistanla birlikdə, digər türk dövlətləri ilə birlikdə Türk Dövlətləri Təşkilatının gələcəyinə çox inanırıq. Həmin təşkilatın bu yaxınlarda Azərbaycanda Qəbələ şəhərində keçirilmiş zirvə toplantısında həm təşkilatın üzv ölkələrinin prezidentləri, eyni zamanda həm Şimali Kipr, həm Macaristan, həm də Türkmənistan Cumhurbaşqanlarının da konuk kimi qatıldığı həmin tədbirdə həm də qarşıya qoyulan məsələlərdən biri ondan ibarət edir ki, Türk Dövlətləri Təşkilatı yalnız bir belə deyək, toplaşma təşkilatı olmalı deyil. O həm də böyük bir iqtisadi və siyasi təşkilata çevrilib qərarlar verən və bu qərarları icra edən bir təşkilata çevrilməlidir. Və qərar alındı ki, bu təşkilatın üzvlərinin həm də 2026-cı ilində bir əskəri təcrübələri həyata keçirilməlidir.